qadınların boyu 1.50-dir. Onlar sudan istifadə edə bilmir. Ailəvi gəlirlər istirahətə, sudan üzə bilmir, istifadə edə bilmir. Hovuz nə qədər böyükdürsə, onun rasxodu o qədər çoxdur. O müştəri səndən onu istəyib ki, böyük bir orada hovuz tikəsən. Və sən də bu nəticədə eləmsən, problem çıxıb. Bu problem qışda qaz pulu ödəyəndə olur. Cəmaatın diqqət eləməli məqamlar nədir hovuzla bağlı Sərdar usta? Yəni Əsas betonu düzgün tökülməlidir. Ayşə, məsələn, tez-tez səni yığırlar, tutalım baseynlə bağlı ki, hovuzla bağlı hansısa bir problem var, primitiv bir şeydir, cəmaat ona əməl eləmir, onunla bağlı. Motorun gücü filtrlə uyğun olmalıdır ki, o işləyəndə su təmiz filtrdən keçməlidir. Motor güclü, filtr zəif olanda onun için qumu qarışır. Onda nə baş verir? Bəli, tərs yuma yaxalama verəndə qarışır. Yəni güclü motor olanda baxırsan ki, jetlərdən su təzyiqlə vurur, amma o düzgün deyil. Usta, bunun standartı varmı? Yəni bir məsələni də eşitdim ki, mən konkret bir qurumlar var, Fövqəladə Hallar Nazirliyi də, belə deyək, hovuzlara nəzarət eləyir, dərinliyi məsələsinə. Bu məsələdə siz sifarişi verən adama hər hansı bir tövsiyə verirsizmi? Yəni elə adam var, istəyər ki, 1.70 eləsin, tutalım hovuzunu. Yox, mən məsləhət bilirəm, maksimum 1.50 hovuz. Bunun detalı nədən, səbəbi nədir, onu bir də açıqlada bizə. Səbəbi bu əyləncədən ötəridir. Bu çox adam su əyləncəsi o deyən sözdür ki, suda dayanıb söhbət eləyirlər. O suda dayana bilmirsə, gərək qıraqdan tutub dayana. Suda müəyyən bir dərinlik, yəni bizim boyumuza uyğun deyil. Məsələn, orta hesabla əksəriyyət qadınların boyu 1.50-dir. Onlar sudan istifadə edə bilmir. Ailəvi gəlirlər istirahətə, sudan üzə bilmir, istifadə edə bilmir. Ona görə 1.50, 1.45 ən normal razmerdir. Yəni bu həm də təhlükəsizlik baxımından. Həm də təhlükəsizlik, tutaq ki, uşaq gəzdi, düşdü suya, evdə kişi xeylağı yoxsa, qadın xeylağı hoppanıb onu çıxartmalıdır.